Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizə tərs funksiya haqqında danışmaq istəyirəm. Bu videonu çəkməkdə məqsədimiz ondan ibarətdir ki, müəllimlərin işə qəbul imtahanında biz qısa vaxt ərzində sualları tez cavablandıraq. Sizinlə bərabər mövzuya başlayaq. Tərs funksiya. Gəlin ilk öncə görək tərs funksiya nədir? Tərs funksiyada biz nə başa düşürük? Bax, hər hansı bir fx funksiyası verilib. Soruşulur, tərs funksiyanı tapmaq. Görürsən, tərs funksiyanı tapmaq 1 böl fx-dırmı? Xeyr, bu deyil. Bu bizim bildiyimiz hər hansı bir ifadənin tərsinin tapılması deməkdir. Deməli, bu deyil tərs funksiya. Tərs funksiyanı tapmaq üçün müəyyən şərtlərimiz var. Şərtlərdən biri funksiyanın monoton olmasıdır. Monoton funksiya nədir? Artan və yaxud azalan olmasıdır. Digər tərəfdən, funksiyanın tərsini tapmaq üçün, yer gəlmişkən funksiyanın tərs funksiyasını tapmaq üçün biz onu f üstü mənfi bir x kimi işarə edəcəyik. Hər hansı bir fx funksiyası verilib, df onun təyin oblastıdır. Bu parça ola bilər, interval ola bilər, müəyyən bir çoxluq ola bilər. Y isə onun da qiymətləri çoxluğudur. Tərs funksiyanın tapmaq üçün axtarılan tərs funksiyanın qiymətlər çoxluğu verilən funksiyanın təyin oblastı, axtarılan funksiyanın təyin oblastı, verilən funksiyanın isə qiymətlər çoxluğu olacaq. Gəlin bunu misallar ilə izah edək. Və bir də biz nəyə fikir verməliyik? Funksiyanın tərsi varsa, özü ilə tərsinin qrafikləri y bərabər x xəttinə nəzərən simmetrikdir. Və onların kəsişmə nöqtələri varsa, kəsişmə nöqtələrdə y bərabər x xətti üzərində yerləşir. Məsələn, fx bərabər x kubu funksiyası var, bunun tərsi. Belə bu funksiyadan indi birazdan sonra bu funksiyanın necə tapılması haqqında məlumat sizə verəcəm. Baxaq, diqqətlə baxsaq, görürük ki, funksiyaların qrafikləri kəsişir və kəsişmə xətləri, kəsişmə nöqtələri y bərabər x xətti üzərindədir. Və qrafiklər bir-birinə simmetrikdir. Məsələn, sual olunur. Hər bir funksiyanın tərs funksiyası varmı? Cavab. Əgər o funksiya monotondursa, artan və yaxud azalansa, onun tərsi var. Məsələn, fx bərabər x kvadratı. Bu funksiyanın tərs funksiyası yoxdur. Niyə görə? Bu funksiyanın əyrisi belə bir əyridir. Bu da nə artan, nə azalandır. Amma bu funksiyaya diqqətlə baxsaq, bu funksiya mənfi sonsuzluq 0 intervalında və yaxud da 0 müsbət sonsuzluq intervalında tərsi var. Yəni, amma öz təyin oblastı mənfi sonsuzluq müsbət sonsuzluqdur. Öz təyin oblastında tərsi yoxdur. Öz təyin oblastının müəyyən hissələrində tərsi var. Funksiyanın, tərs funksiyanın müəyyən etmək üçün x əvəzləməsini etməyimiz kifayətdir. Gəlin bunu misallar üzərində deyək. Məsələn, fx bərabər kx plus b xətti funksiyası verilib. Bizdən soruşur bu funksiyanın tərsini müəyyən edək. Gəlin bu fx funksiyasına bir y yanaşması verək, adlandıraq, rahat olsun deyə. Onda y bərabər 3x plus 7. Və x əvəzləməsini etsək, yəni x-i bura yazsaq, y-i burada yazsaq, məqsədimiz y tapmaqdır. 3y bərabər 2 çıx 7. Buradan da y-i tapsaq, y bərabər hər tərəf 3-ə böləndə x çıx 7 böl 3. Bunu da sadələşdirib 3'də 1 x minus 3'də 7 kimi yaza bilərik. Nəzərə alaq ki, bu y verilən funksiyanın tərsidir. Yəni, verilən funksiyanın tərsi f üstü mənfi 1 x bərabər oldu 3'də 1 x minus 3'də 7. Başqa bir misala baxaq. Belə bir misalımız olsun. fx bərabər 2x plus 5 bölünsün 3x plus 7 tərsini istəyir. Diqqətlə baxsaq, bu misal kəsr xətti funksiya ayrılan bir misaldır.
Bu sualı həll etmək üçün yenə bizim öz qaydamız var. Amma burada bir əlavə, bir düstur vermək istəyirəm sizin üçün. Kəsr xətti şəklində olan funksiyanın tərsini tapmaq üçün diqqətlə baxın, belə bir düstur var. Yəni, bu funksiyanın tərsini tapmaq üçün f üstü mənfi 1x yalnız bu düstur kəsr xətti funksiya üçün aiddir. Diqqətlə baxaq, burada funksiyamız verilir. Nəzərə alsaq bunları, bu bizim ax-ımız, burada cx və d. Diqqətlə baxırıq. Bu d hissəsi, bu d nöqtəsi mənfi işarə dəyişərək 4x. D olduğu kimi qalır. 5 qalır yerində. Cx bizim misalımızda olduğu kimi qalıb 3x və a'mız da əks işarə ilə gəlib bura. Bu funksiyanın tərsini tapmaq üçün qısa bir vaxt ərzində sualı həll etdik. Onlar biz üsullarımızdan çıxar. Bu zaman yenə də həmin misalı 2x plus 5 bölünsün 3x plus 4 ifadəsini bir y ilə əvəz etsək və bir yazıb, çarpaz vurub, açıb, yoxlasaq, sonda buradan axtardığımız tərs funksiyanın da bu ifadəyə bərabər olduğunu görəcəyik. Bu düsturu verməklə biz misala ayrılan zamanın dəfələrlə azaldırıq və qısa bir zaman ərzində misalı tez cavablandırırıq. Növbəti misala baxalım. Digər bir sualımız loqaritmik funksiya haqqında olsun. Belə bir funksiya verilib, tərsini istəyir. Biz bilirik ki, loqaritmik funksiya və üslü funksiya bunlar bir-birinin tərs funksiyasıdır. Bu ifadəyə bir y deyək, sadəlik üçün. Loqaritma 2 əsasdan x plus 4 minus 1 bərabər y. Loqaritma 2 əsasdan x plus 4 bərabərdir y plus 1 və loqaritmanın təriflərinə qaydasına əsasən x plus 4 bərabərdir 2 üstündə y plus 1. Misallarını buradan yazaq. X bərabər 2 üstündə y plus 1 çıxılsın 4. Artıq biz x-i tapdıq. Burada isə əvəzləmə edirik. X, y dəyişməsi etsək, y bərabər 2 üstündə x plus 1 çıxılsın 4. Axtardığımız, daha doğrusu aldığımız nəticə verilən funksiyanın tərs funksiyası oldu. Başqa bir suala baxaq. Üslü funksiya haqqında bir misala baxaq. Əziz müəllimlər, misalı görürük, tərsini istəyir bizdən. Yenə burada da sadəlik üçün, rahat yazmaq üçün, tez yazmaq üçün bir y ilə işarə etsək, 5 üstündə x çıx 3 bərabər y deyək. Buradan üslü funksiyanın qaydasına əsasən x minus 3 bərabərdir loqaritma 5 əsasdan y. X bərabərdir loqaritma 5 əsasdan y plus 3. X tapdıq. Burada da yenə x, y əvəzləməsi etsək, y bərabər loqaritma 5 əsasdan x plus 3. Nəzərə alaq ki, burada tapdığımız y verilən funksiyanın tərsidir. Yəni bu f üstü mənfi 1 x. Bu da bunun tərsidir. Deməli, başqa bir sual ola bilər. Məsələn, f(x) bərabər 2x çıx 3 funksiyası verilir. Bizdən istəyir f üstü 1. Belə bir ifadəni bizdən istəyir. Yəqin ki, bilirik ki, bunun mənası funksiyanın tərsini tapırıq. Tapılmış tərs funksiyada argumenti yerinə 4 yazaraq misalı hesablaya bilirik. Əziz müəllimlər, sizə bu iki imtahanlarda uğurlar arzulayırıq və nəzərini çatdırmaq istəyirik ki, imtahanla bağlı, istifadə olunan suallarla bağlı, daha doğrusu istifadə olunan mövzularla bağlı sizin üçün qısa videolar çəkib sizinlə paylaşacağıq. Hər birinizə uğurlar arzu edirik. Sağ olun.